Rəhman və rəhim olan Allahın adıyla. Salam, xoş gördük sizləri, əziz müsəlman bacı və qardaşlarımız. Allah tutduğunuz orucları, qıldığınız namazları qəbul etsin inşallah. Söhbətimiz Quran-ı Kərimdən idi. Quran-ı Kərimdən 30 gün, 30 ayə barəsində danışacaqdıq. Və bu günləri də yenə müqəddəs kitabımız olan Quran-ı Kərimdən danışırıq. Quran-ı Kərimin Bəqərə surəsinin 186-cı ayəsindən söhbət edəcək. Bir günləri səhabələr Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən soruşdular. Ya Resulallah, biz Allaha nə cür çağıraq? Asta səslə çağıraq, yoxsa bərk səslə çağıraq? Bu zamanda Quran-ı Kərimin 186-cı ayəsi nazil oldu. Və həmin ayənin içində mütəal olan Allah bu cürlə buyurdu ki, mən qullarıma çox yaxınam, mən bəndələrimə çox yaxınam. Yəni, hər nə cürlə məni çağırsalar, mən eşidərəm. Və bu ay çağırış ayıdır, bu ay Allahdan istəmək ayıdır, bu ay razı-niyaz ayıdır. Biz səmin bir qəlblə, sadiq olan niyyətlə, doğru olan niyyətlə, Allah hər nə cürlə çağırsaq, Allah bizim çağırışlarımıza cavab verəcək. Və bu çağırışlarımızda təkcə özümüz üçün yox, ətrafımız üçün də istəyək. Allahdan istəyək ki, onlar da müvəffəq olsunlar. Ramazan mübarəkdə bizim oxuduğumuz bir dua var ki, dua əvvəli bu cürlə başlayır. Allahümmə ədxil ələ əhlil quburi surur. Bu dua Peyğəmbərimizdən gəlib və Peyğəmbərimiz buyurub ki, hər insan namazdan sonra, Ramazan mübarəkdə bu duanı oxusa Allah günahlarını əfv eləyər. Bu dua kiçik bir duadır və içində 14 dənə hissəsi var. Bu 14 hissənin 10 dənə hissəsi digərlər üçün istəyirik. Axırıncı 4 hissəsini özümüz üçün istəyirik və bu göstərir ki, bu dua bizlərə göstərir ki, Allahla nə cürlə razı-niyaz eləməliyik. Əvvəlcədən digərləri üçün, digərlərinin problemlərini həll olunmağı üçün Allahdan istəyirik. Daha sonra, sonda özümüz üçün də Allahdan istəyirik. Allah bu ayda etdiyiniz duaları qəbul etsin inşallah. Sağ olun, Allahın amanında olun.